Salam, mən Nurlan müəllim. Bugünkü mövzumuz xətt tənklər sisteminin həllərinin araşdırılmasıdır. Biz burada 3 hala baxacağıq. Hansı hallarda? Birinci halımız. A1 bölünsün A2 bərabərdir. B1 bölünsün B2 bərabərdir. C1 bölünsün C2. Deyirik ki, xətt tənklər sisteminin sonsuz sayda həlli var. İkinci hal. A1 bölünsün A2 bərabərdir. B1 bölünsün B2 fərqlidirsə C1 bölünsün C2-dən. Deyirik ki, xətt tənklər sisteminin həlli yoxdur. Boş çoxluq. Üçüncü halda isə A1 bölünsün A2 fərqlidirsə B1 bölünsün B2-dən. Deyirik ki, xətt tənklər sisteminin bir həlli var. Yeganə həlli var və yaxud da. İndi hər bir hala uyğun nümunə ilə izah edirəm. Məsələn, yazıb 2x üstə gəlinsin 4y bərabərdir 11. İndi isə yazıb. Tutaq ki, biraz sadə yazaq. 6x plus 12y bərabərdir 33. Uşaqlar, A1 və A2 dediyim birinci sətirdəki x-lərin əmsalıdır. Yəni A1 birinci sətirdəki x-in, A2 də ikinci sətirdəki x-in əmsalıdır. B-lər də eyni qayda ilə birinci sətirdəki y-lərin, y-in və ikinci sətirdəki y-in əmsalı. C1 və C2-miz də birinci və ikinci sətirdəki sərbəst hədləri bildirir. İndi biz bu üsulu tətbiq etsək, birinci üsulu. Yazaram. 2 bölünsün 6 bərabərdir. 4 bölünsün 12. O da bərabərdir. 11 bölünsün 33-ə. Həqiqətən yoxlayaq. İxtisara aparsaq, 6 ilə 2-ni 2-yə ixtisar apardım. 3-də 1. 12 ilə 4-ü 4-ə ixtisar apardım. 3-də 1. 33 ilə 11-i də 11-ə ixtisar apardım. 3-də 1. Həqiqətən 3-də 1 bərabərdir. 3-də 1 bərabərdir. 3-də 1. Deməli, bu xətt tənklər sisteminin sonsuz sayda həll oldu. Birinci halımız. İndi ikinci hala aid nümunə yazıram. Eyni misaldan gedək. Tutaq ki, 2x üstə gəlinsin 4y bərabərdir 11 yazıram. 6x plus 12y bərabərdir 17 yazıram məsələn. 2 bölünsün 6 bərabərdir 4 bölünsün 12. Fərqli olmalıdır şərtə əsasən. 11 bölünsün 17-dən. Həqiqətən, bayaq kimi ixtisarları tətbiq etsək, 3-də 1 bərabərdir. 3-də 1-ə fərqlidir. 17-də 11-dən. Deyirik ki, bu halda həllimiz yoxdur. Boş çoxluq. İndi üçüncü şərtə baxsaq, ən çox istifadə etdiyimiz xətt tənklər sisteminin aid nümunədir. Bu üçüncü şərt. Tutaq ki, yazır. 2x plus 5y bərabərdir 4. Tutaq ki, yazır. 3x minus 5y ilə bərabərdir 6. Rahat hesablama olsun deyə uşaqlar yazdım belə. Üsulu tətbiq etsək, 2 bölünsün 3 fərqlidir, 5 bölünsün -5-dən. Həqiqətən 3-də 2 fərqlidir, -1-dən. Bu halda isə deyirik, xətt tənklər sisteminin yeganə həlli var. Yəni bir həlli var. Bəs bunun həll prosesi necə gedir? Üçüncü nümunəni təkrar yazıram bura. Və yaxud da ki, gəl bunu silək. Bunun həll prosesi necə gedəcək? Uşaqlar, fikir versək, birinci və ikinci sətirdəki y-lərin əmsalı əks işarə ilə bir-birinə bərabərdir. Bunları tərəf-tərəfə toplasaq, 2x üstə 3x gələndə 5x, 5y üstə -5y gələndə 0 edir, 4 üstə 6 gələndə 10. 5x 10-a bərabərdirsə,
x da 2'ye bərabərdir. Daha sonra x-in bu 2 qiymətini istəsəm, ikinci sətirdə, istəsəm birinci sətirdə yerinə yazıb yoxlayaram. Çalışın orada ən asan hesablama hardadırsa, orada da yerinə yazın. Yəni mən çox bəsit bir nümunə yazdım. Misallar olacaq, biraz sadələşdirmə tələb edəcək. Çalışın ən sadə, ən rahat hesablama hardadırsa, o sətirdə də yerinə yazın. Məsələn, burada elə ciddi fərqi yoxdur. Elə birinci sətirdə yerinə yazıb yoxlayıram. X-in yerinə 2 yazıram. 2 vurulsun 2. Y-i hələ ki bilmirəm. Üzərinə gəlinsin 5y bərabərdir 4. 5y. Bu 2-ni 2-yə vuranda 4, atanda sağ tərəfə olur -4. 4-dən 4 çıxanda 0, y də bərabərdir 0 alıram. Deməli, bu xəttənglər sisteminin həlli 2 və 0 ədədləri oldu. Birinci yazılan x-i, ikinci yazılan da y-i bildirir. Yəni x-in qiyməti 2-dir, y-in də qiyməti 0-dır. Xəttənglər sistemi həll oldu.